İftara nə hazırlayım deyə fikirləşirsinizsə, bu resept tam sizlikdir. Üstü xırçıltılı, içi isə yumuşacaq olan mütləq hazırlayın. Dadından doyunmayacaqsınız. Əvvəlcə un, su, duzla xəmir yoğururam. Xəmiri 2 köndəyə bölürəm. Köndələri yayıb, içini yağlayıb, bir 10 dəqiqə qədər gözlədirəm ki, üzünü tutsun. Sonra isə içliyini, bu arada isə içliyini hazırlayıram. İçliyə isə kəsmik, pəndir, ıspanaq, keşniş, şüyüd, 2 ədəd kartof, 1 ədəd soğan xırda-xırda doğrayıb əlavə eləyirəm bir qaba. Hamısını yaxşıca qarışdırandan sonra zövqə görə duz, istiot, biraz da yağ əlavə eləyib təzədən lavaşı yayıram. Üzərinə əlavə eləyib rulet formasında büküb əvvəlcədən yağladığım tavaya əlavə eləyib 180-200 dərəcədə bişirib süfrəyə verib noş edə bilərsiniz. İnanın çox dadlı alınır. Mütləq hazırlamalısınız. Hazırlayacaq olan hər kəsə indidən noş olsun. Dadlı reseptlər üçün izləmədə qalın. Videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik.